Bəyənə zəhmət olmasa, kim hardan izləyirsə yazsın. Yaxın müddət ərzində bütün məhsullarla sizi inşallah tanış eləyəcəyik. Həm restoran sahibkarların, yəni sahibkarlıq fəaliyyətinlə məşğul olan insanlar üçün. Yəni restoran tək sahibkar deyəndə restoran nəzərdə tutulmur. Ev işinə məşğul olan sahibkarlar da var ki, onlara da maraqlıdır və bugünkü gün baxın bu məhsulların artıq pulun çıxmamağında, israfçılığın olmamağında böyük önəm kəsb eləyir uşaqlar. Yəni bunu sizə ilk növbədə əziz izləyicilər, bununla bağlı məlumat verməyə sizə özümə borc bilirəm ki, həqiqətən ikinci əl məhsulları almaq həm maddi baxımından Talib Əliyev çox sağ minnətdaram. Momento Baku kondisioner neçədir? Səxavət bəy, xoş gəlmisiniz. Zəhmət olmasa izləmədə qalın. 2-3 dəqiqədən sonra bir də izləyicilərimiz tam yığılsın. Bugün yarıdan yarı adlı kampaniyamızı İnşallah ki sizlərə nümayiş elətdirəcəyik. Bazar gününə özəl olaraq. Səxavət bəy, siz kondisioner bir də hamı yazsın, kim hardan izləyir. Bir də ekranları bəyənək uşaqlar. Baxın, bazar gündür siz evlərinizdə oturub bizə baxırsınız. Biz də sizə xidmət göstərir və bu xidmət göstərməkdən də qürur duyuruq. Bunu dünən bizim bir izləyicimiz Maşlar qəsəbəsindən istədi. Yaşıl rəng, gözəl soyucudur uşaqlar. 35 kvadrat lazımdır. Baş üstə Səxavət bəy, Kürdəmirdən, Adəmin, Aydanım. Lap gözəl uşaqlar. Kim hardan izləyir, zəhmət olmasa yazın uşaqlar. 35 kvadrat Səxavət bəy var və bugün bir neçə mövzuya toxunacağıq. Niyə ikinci əl məhsulları almalıyıq və yaxud niyə almamalıyıq? Bu barədə hardan almalıyıq, necə seçim eləməliyik? Bütün bunlarla bağlı sizə ətraflı yardımcı olacaq. Veteran 574, eşq olsun bütün qazilərimizə, veteranlarımıza, hər birinizə salamlayırıq. Allah şəhidlərimizə rəhmət eləsin. İnşallah kim hardan izləyir, zəhmət olmasa bir dənə yazın, bir də ekranları bəyənin, xahiş edirəm. Gülü 045, xoş gəlmisiniz. Ruslan bəy, xoş gəlmisən. Ruslan Məmmədov, canlı yalan bəyəndi, çox sağ olun. Veteran 574, çox sağ olun. Salam, bazar olsun. Qiymətlər biraz ucuz olsa yaxşı olar. Mən baxıram sizin mallara arada rast gəlir. Aypara, çox sağ ol, minnətdaram. Xoş sözlər bəyənə zəhmət olmasa. Kim hardan izləyirsə yazsın. Yaxın müddət ərzində bütün məhsullarla sizi inşallah tanış eləyəcəyik. Həm restoran sahibkarların, yəni sahibkarlıq fəaliyyətinlə məşğul olan insanlar üçün. Yəni restoran tək sahibkar deyəndə restoran nəzərdə tutulmur. Ev işinə məşğul olan sahibkarlar da var ki, onlara da maraqlıdır və bugünkü gün baxın bu məhsulların artıq